Hər psixoloq eşqi bir cür izah eləyir və bütün bu izahlar İmam Hüseyn aşiqlərində suya düşür, məhv olur. Çünki heç bir psixoloqun izahını sən bura otuzdura bilmirsən. Məsələn, Aaron Beck var, bu koqnitiv davranış terapiyasının əsasını qoyanlardır. Adamdan soruşurlar ki, eşq nədir? Bunun yanaşmasında budur eşq. Eşq düşüncədir. Yəni bir insanı sən nə qədər çox tanıyırsansa, o qədər sevgin, məhəbbətin artır. Hər şeyi düşüncə ilə izah eləyir. Sən İmam Hüseyndə düşüncə ilə bunu izah eləyə bilməzsən. Çünki İmam Hüseyndə sən hiss də görürsən. Sən qəlb də görürsən. Sən orada ürək də görürsən. Əgər İmam Hüseynin insanların ona olan eşqini yalnız Aaron Beck'in dediyi kimi düşüncə ilə sən izah eləsəydin, bu düşüncə təhlükə qarşısında səni irəli aparmazdı. Həyata riskə düşsən orada geri çəkilərdin. Ancaq biz görürük ki, bu orada işləmir. Məsələn, Freud deyir ki, eşq ehtiraslı bir də ehtiyacdır. Yəni mən o adamı sevirəm ki, o adam təhlükəsizliyimi təmin edir. Eşq ehtiyacdır. Ehtiyacımı qarşılayır, eşq onda yaranır. İmam Hüseyndə bunun tam əksidir. Onu ilə gedənlər həyatlarını riskə atırdılar. Yolun sonu ölüm idi. Nə ev var, susuzdular, acdılar. Heç nə yoxdur. Yəni sən Freudla İmam Hüseyn eşqinə baxsan, İmam Hüseynin aşiqlərinin bu cazibəsini sən təhlil eləmək istəsən, heç bir yerə çıxa bilməyəcəksən. Bu nəzəriyyə orada işləmir. Və yaxud da Irvin Yalom'un nəzəriyyəsinə və ilaxır psixoloqlar var ki, eşqi bir cür izah ediblər. Bu mövzuda hamısı qalır kənarda. İmam Hüseyn mövzusunu araşdırmaq üçün sən gərək psixologiya ilə bura girməyəsən. Sən bura heç fəlsəfə ilə də girə bilməsən. Bura irfanla girə bilərsən, bir də ki, Quranla girə bilərsən də. Bu ikisindən başqa nə ilə bura girsən, sən burada kör olacaqsan, sənin bələdçin olmayacaq, sən heç bir nəticəyə gələ bilməyəcəksən. Sən bunu necə izah eləyərsən?